Roza Cəlilova 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreografiya məktəbini bitirərək 2 il Mirzə Fətəli Axundov adına opera və balet teatrının balet truppasında çalışıb. 1949-cu ildən Müslüm Maqamayev adına Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblində fəaliyyət göstərib. 1965-1975-ci illərdə rəqs qrupuna rəhbərlik edib. Roza Cəlilova uzun illər xoreoqraf kimi çalışıb və 1989-cu ildə yaratdığı Gülüstan mahnı və rəqs ansamblı ilə tanınıb. Onun repertuarında Azərbaycan milli rəqsləri ilə yanaşı ərəb, fars, hind və digər xalqların rəqsləri də yer alıb. Səhnə fəaliyyəti dövründə Kanada, Çexoslovakiya, Efiopiya, Çin, ABŞ, Türkiyə, İraq, Mərakeş və digər ölkələrdə çıxış edib. O, rəqs sənətinin əfsanəvi aktrisası idi. Xalq artisti Roza Cəlilova Qurd Qapısı qəbirstanlığında dəfn edilib.